Azərbaycan teleməkanında ARB kanalında cəmiyyəti qızıqlandıran daha bir mövzu işıqlandırılıb. Belə ki, Bəylərimiz öz xanımları ilə istədikləri kimi istirahət eləyə bilmirlər, öz xanımları ilə rahat, sevgi dolu həyat yaşaya bilmirlər ki, ay aman qıraqdan nə deyərlər? Ay birdən qayını görər mənə nə deyər? Ay qardaşım görər mənə nə deyər? Mən yoldaşımla kluba gəlmişəm. Get də, bəs sən əgər yoldaşınla kluba getməyəcəksənsə, yoldaşınla restorana getməyəcəksənsə, onunla gözəl emosiyalar yaşamayacaqsan, onu niyə almısan? Alıb evə atmağa, servanta qoymağa. servant anlayışı Onda bizdə. evlənmə də, ged elə ancaq sevgili ilə rahat həyat yaşa. Əvvəla bildirim ki, klubların əksəriyyəti bilirsiniz ki, yüngül əxlaqlı qadınların, homoseksualların özlərinə dırnaqarası sponsor axtardığı məkana çevrilibdir. Siz başqa problemlər qalıb, ailəli qadın, diplomlu qadın özünə iş tapa bilmir, bunu işıqlandırmırsınız. Uşağına necə baxır, pulu hardan qazanır, əmək haqqı ona bəs edir, bəs etmir, bunu işıqlandırmırsınız. Kişilər necə pul qazanmalıdır, qadınlar necə iş həyatına addımlamalıdır, bunları işıqlandırmırsınız. Niyə demirsiniz ki, qadınınızla piknikə gedə bilərsiniz, gəzməyə gedə bilərsiniz, kitab oxumağa, balıq tutmağa. Məsələn, bu tipli şeylər qalıb kənarda. Niyə məhz klubdan yapışmısınız? O qədər problemlər var, bunları işıqlandırmırsınız. Ailə dəyərlərin, əxlaqi dəyərləri niyə məhv eləməyə çalışırsınız? O qədər problemlər qalıb, onları işıqlandırmırsınız. İnsanlar əlində diplom qalıb iş tapa bilmir. Qadınlar elə. Qadınlar boşanandan sonra hansı yollara düşür? İçki, narkotik, yüngül əxlaq həyat tərzi keçirirlər. Bunları həyata qaytarmaq lazımdır. Uşaqlar onlardan nə örnək götürəcəklər? Bir qadın bir kişi ilə, başqa kişi, ayda, həftədə bir kişi dəyişir. Nəyinə görə? Puluna görə. O atır, başqa pullu şəxs axtarır. Bunları niyə işıqlandırmırsınız? Sərf eləmir. Sizə sərf eləyən odur ki, ailə dağılsın, ailələr olmasın və yaxud da ki, hər şeyi, yəni normal qəbul edən, dırnaqarası normal qəbul edən kişilər istəyirsiniz. Artıq kişilərin kökünü kəsməyə çalışırsınız. Kişilik, ailə bilmirsinizsə bildirim. Ailə qırmızı çərçivədir. Müəyyən çərçivələr olan bir şeydir. Bildirirsiniz ki, niyə çəkinməlidir? Qadın çəkinməlidir, qadın abır olmalıdır, həyalı olmalıdır. Siz deyirsiniz ki, qadın niyə və yaxud da kişi niyə qayından, qardaşından? Qadın hər kəsdən çəkinməlidir, kişi də hər kəsdən çəkinməlidir. Ailə sənsə müəyyən çərçivəyə sığmalısan. Sığmayacaqsansa sən ailə niyə qurmalısan ki? Ailə məfhumun, institutunu dağıdıb gözdən niyə salırsınız ki? Kimlərə xidmət edirsiniz? Bəsdirin, əl çəkin, milli, mənəvi dəyərlərimizi, əxlaqi prinsiplərimizi məhv eləməklə məşğul olursunuz. Yığışdırın. Bunlar müasirlik deyil. Bunlar dırnaq arası dediyiniz müasir şeylər milli, mənəvi dəyərlərimizin məhv olunmasında yeni bir tendensiyadır. Adında müasirlik qoymusunuz.